gülüşlerine. Her gönülde bir bahar, gelsin dostlar tanışlar. Akşam görüşleri. Akşam görüşleri. Gelsin əli quşlar akşam görüşlerine. Gelsin əli quşlar akşam görüşlerine. Akşam görüşlerine. Mikrofon önünde verilişin müəllifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unutulmaz İbrahim Topçubaşovun xatirəsinə həsr edirik. O cərrah idi. Əlləri şəfalı, fəhmi iti cərrah idi və adla deyilirdi. Amma bu sahədəki yüksək qabiliyyətini yalnız əməliyyat masası üzərində əlində cərrah bıçağı ilə sübut edənlərdən deyildi. Həm də bu sənətin alimi idi. Yazı masası arxasında kağızla, qələmlə də sabah insanlara bu peşənin köməyi ilə həyat bağışlamağın, ömür uzatmağın gizlinclərini elm dili ilə ishar edirdi. Lakin Pərverdigarın ona bağışladığı ayrı bir vergi də vardı. Əslində onun həmin qabiliyyəti də elə cərrahlıq kimi insanın içərisi ilə, ürəyi ilə, ruhu ilə bağlıydı. O həm də bəstəkardı və hər kəs təsdiqləyər ki, yazdıqlarının da hamısı ürək nəğmələri idi. Və onun nəğmələrindəki ürəyi özünün sinəsində daşıdığı, o nəğmələri doğurmuş, həmin nəğmələrə dirilik vermiş ürəyindən daha güclü və daha etibarlı çıxdı. Öz ürəyi dayanmalı olduğu vaxtdan çox-çox erkən susdu. Nəğmələrindəki ürəyi isə döyünməkdə davam edir və Azərbaycan ürəkləri var olduqca çırpınmaqda, bu ürəklərlə həmahəng vurmaqda davam edəcək. Bu, cərrah və bəstəkar İbrahim Topçubaşovun ürəyidir. Sen güzel gülüm daha qara bağlama gel ağlama sen. Sen güzel gülüm daha qara bağlama gel ağlama sen. Avçılar seher güller o gözler seviler o gözler. Avçılar seher güller o gözler seviler o gözler. Gülüm gel gülüm kalbim başımda ağlama, gel ağlama sen gel ağlama. Başımda ağlama, gel ağlama sen gel ağlama. Avçılar seher güller o gözler seviler o gözler. Avçılar seher güller o gözler seviler o gözler. 1970-ci illərin başlanğıcı idi. Artıq İbrahim Topçubaşov həyatda yox idi. Onun yazdığı nəğmələrin yaşı çox deyildisə də, artıq özü ilə ayrılıqdan sonra sanki həmin mahnıların hamısı büsbütün başqa ahəngdə səslənirdi. O nəğmələrdəki sözlər tamam fərqli mənalar verirdilər.
Unudulmaz Bəxtiyar Vahabzadənin oğlu universitetdə mənimlə eyni qrupda oxuduğundan və fakültəmiz də onların o vaxtki Hüsü Hacıyev küçəsində, cəmaat arasında Şairlər Evi adlandırılan binadakı mənzilinə yaxın olduğundan tez-tez həmin evdə qonaq olardım. Bəxtiyar müəllim asudə saatlarında sözlərinə bəstələnmiş nəğmələri evdə maqnitofonda dinləməyi xoşlardı. Ürəyinə çox yatan, onu riqqətə gətirən bir şeirə, musiqiyə, fikrə, sözlə ifadəsi çətin olan, yalnız ona yaxın olanların müşahidə edə biləcəyi bir reaksiyası vardı. Sanki vücudu titriyərdi, başının qəfil hərəkəti, sifətinin anidən dəyişən cizgiləri onun içərisindəki təlatümü dərhal biruzə verərdi. Biz mənzilin ən iri qonaq otağında dərs hazırlayırdıq. Bəxtiyar müəllim yandakı öz iş otağında uzanıb musiqi dinləyirdi və tanış mahnılar bir-birini əvəz eləyirdi. Flora Kərimovanın məlahətli, duyğulu səsindəki nəğmə eşidiləndə Bəxtiyar müəllim qalxdı. Qapını açdı və bu səslənən onun şeir olmamışdan, hələ məktəb illərindən əzbər bildiyim misraları idi. Könül ki var, gah açılır, gah tutulur. Kim deyir ki, sevgi sönür, unutulur. Unut demə, sevən dil yox, ürəyimdir. Dilə nə var, dildə hər şey asan olur. Ovçun olub, mən kəsərəm bənd bərəni. Mən gəzərəm o dərəni, bu dərəni. Qaçıb girsən otağına, külək olub, səhər axşam mən döyərəm pəncərəni. İstərəm ki, simə dönüb mən inliyəm, öz könlümü nəğmələrlə sənə deyəm. Güman etmə məndən qaçmaq asan olur, onu bil ki, mən həmişə səninləyəm. Dağa qalxsan, buludlara dönərəm mən, yerə insən, yağış olub enərəm mən, nəğmə olub bir dodaqda çiçək açsan, kaman olub səsin üstə dinərəm mən. Açılır, gah tutulur. Kim der ki sevgi sönür, unutulur. Gönül var ki gah açılır, gah tutulur. Kim der ki sevgi sönür, unutulur. Unut deme, seven dil yok yüreğimdir. Dilen var, dilde her şey asan olur. Unut deme, seven dil yok yüreğimdir. Dilen var, dilde her şey asan olur. Ufçun olur, mən kəsəm. Flora oxuyurdu və aşkarca hiss olunurdu ki, Bəxtiyar müəllim çox təsirlənib. 1971-ci il idi və bəlkə də bu duyğulanmada İbrahim Topçubaşovun qurtub bir il əvvəl baş vermiş qəfil gedişinin də təsiri vardı. Bəxtiyar müəllim qayıtdı ki, hazır musiqiyə də yazdığım şeirlər olub, ancaq bu mahnını rəhmətlik İbrahim kitabımdan özü seçdiyi şeirə bəstələmişdi. Amma elə bil ki, bu mahnını bir yerdə oturub yazmışıq. Elə bil bu şeir də, bu mahnı da elə onun özü haqqındadır. Qaçıb girsən otağına, kürək olur, səhər axşam mən döyərəm pəncərəni. Bəxtiyar müəllim dalğınlaşdı, ancaq təcrübəli adam idi. 2-17 yaşlı gənci belə qəliz mətləblərlə yükləməyi münasib saymayaraq, söhbətin səmtini dəyişmək üçün partiya tarixindən seminara hazırlaşdığımızı qulağı uzaqdan çalmış olduğundan bizə tarixdən ənənəvi bir sualını verdi. Ənənəvi deyirəm ona görə ki, qabaqlar da bir-iki dəfə mövzu dəyişmək istəyəndə bizdən eyni şeyi soruşmuşdu. Xəbər aldı ki, Rusiyada təhkimçilik hüququ nə vaxt ləğv olunub? Tez dilləndim ki, Bəxtiyar müəllim, bunu soruşmusunuz. Gülüşdük. İndi xatırlayıram o anları, ürəyimdən xəfif bir qüssə keçir.
Unudulmaz İbrahim Topçubaşovu anırıq. İlk həmsöhbətim İbrahim Topçubaşovun yaxın və ailəvi dostu olmuş şair Ənvər Əlibəylinin qızı, filologiya elmləri doktor professor Şəfəq Əlibəylidir. Şəfəq xanım, sizi gözəl günlərə qaytarmaq istəyirəm. Gözəl günlərə qaytarmaq deyəndə təbii ki artıq keçmiş nəzərdə tutulur və bunun yaxşı tərəfi varsa da biraz qüssəli tərəfi də olmamış deyil. Çünki gözəl günlərdirsə, keçmişin içərisindədirsə demək artıq o keçib gedib bir daha qayıtmayacaq. Ona görə həmişə o keçmişin içərisində qalan əziz günlərdə, gözəl günlərdə bir xiffət var, qəribsəmə var. Amma həm də gələcək var əslində bunların içərisində. O insanlar ki var o keçmişin içərisində olublar, işıqları ilə o günləri daha gözəl eləyiblər və ən azı sonra yaşanacaq bütün ömür üçün bir xatirə ehtiyatı bağışlayıb gediblər. O insanlar vəzifələrin yerinə yetiriblər və balalarına da, onlarla təmasda olmuş insanlara da bir miras yadigar qoyublar. Özləri olmayanda da o işığı həmin o xatirələrin vasitəsilə çatır. Ona görə qüssə də olsa, xiffət də olsa keçmişi anmağın içərisində həm də bir ləzzət var. Ləzzət var ki, istər-istəməz hansısa dəqiqələrin içərisində sənə əziz olmuş insanlarla, sənə çox şirin olmuş ömür parçaları ilə bir daha qayıdırsan, o günlərin içərisində olursan, təmasda olursan. Və mən də istəyirəm ki, o günlərə qayıdaq ki, o günlərdə atan yanında, anan yanında, bacı qardaşlar yanında, qohum-əqraba, dost-tanış və sevimli insanlar, evə gəlib gedən insanlar, o insanlar ki, Ənvər Əlibəylinin evi bir mədəniyyət ocağı olub da və özü də qapısı həmişə açıq, süfrəsi açıq dost-tanış üzərisinə. Amma bunların içərisində də o gəlib gedən dost-tanışın içərisində də eləsi olub ki, daha simsar olub, daha yaxın olub, bəlkə qohumdan da əziz olub. Və onlardan biri də bizim unudulmaz bəstəkarımız, unudulmaz Azərbaycan tip tarixində də izini qoymuş İbrahim Topçubaşovdur. Təəssüflər olsun ki, bir zamanlar onun nəğmələri dillərdə əzbər olsa da, adı çox insana bəlli olsa da zaman keçir, vaxt dəyişir. İndi o mahnılar da ondan yadigar qalan o nəğmələr də baxmayaraq ki, köhnəlməyib, yenə yaşamaq haqqı var. Amma ayrı musiqi gəlir, ayrı dalğa gəlir, ayrı zövqlər gəlir və sanki bunlar yaddaşın biraz alt qatına keçir. İndi bugün çıxasan bir küçədə sorğu aparasan, bu cavan bir nəsildən soruşasan İbrahim Topçubaşov kimdir? 5-dən biri ikisi tanısa böyük işdir. Söhbət hətta indi bu klassiklərdən gedək ki, klassikləri tanımırlar. Yəni onda qalmış belə nisbətən zaman keçəndən sonra unutulan insanlardır. Amma elə şəxsiyyətlər var ki, yerə onlar unudulmasın. Azərbaycanın mədəniyyətində, tarixində, mənəviyyatında iz olan insanlar geri hamısı yaşasınlar, gələcək nəsillər də onları tanısınlar və bu nöqteyi nəzərdən siz ən mötəbər körpülərdən birisiniz. İbrahim Topçubaşovla oturub durmuş insanlar, onunla təmasda olmuş insanlar hamısı gediblər. Onun nəsildaşları qalmayıblar. O yazıq özü də cavan gedib həyatdan, amma yaş elədi ki, vaxt elədi ki, artıq ondan xeyli çox yaşamış insanlar da gediblər həyatdan. Xatirələri yalnız o adamlar söyləyə bilirlər ki, o vaxt uşaq olublar, yeni yetmə olublar, xeyli gənc olublar. Və xoşbəxtlikdən siz də, bacınız da və bir neçə nəfər bu ailə məclislərində olmuş insanlar da, bu ailə təmaslarında olmuş insanlar da bir çox xatirələri yaddaşlarında saxlayırlar və mən istəyirəm ki, onlar itməsin. Yazaq, insanlarımız da eşitsin, o yazımızı yalnız səs yazısı olaraq saxlamayaq, kitablara, yazılara da köçürək ki, nəğmələri kimi gələcəkdə İbrahim Topçubaşov insanlara bir şəxsiyyət olaraq da biraz da yaxınlaşsın. Qaydaq o günlərin içərisinə. Əvvəla salam, dəvət üçün sizə təşəkkür edirəm. Bu dəvət ancaq müsahibəyə dəvət deyil. Bu dəvət mənim uşaqlığıma dəvətdir, o gözəl çağlara dəvətdir. İbrahim Topçubaşov haqqında mütəxəssislər də danışır, jurnalistlər də yazır. Ancaq mən sizə bir uşaqlıq xatirələri, İbrahim Topçubaşov deyil, İbrahim əmi haqqında danışmaq istəyirəm. Məktəbli idim, uşaq idim. O, atamın dostları içərisində doğrudan da bizə çox əziz olan bir insan idi. O bizə gələndə bilirik ki, hamımız sevinirdik. Onun surəti yadımda necə qalıb. Çox yaraşıqlı kişi idi.
gözəl səsi var idi, şaxraq gülüşü var idi, yaraşıqlı idi, həmişə səliqəli bir geyimi var idi. Bax, o mənim yadımda xaricən belə qalıb. Sonra həmişə xatırlayıram, bir piano görəndə, xatırlayıram İbrahim əmi o piano arxasında oturardı, piano elə bir canlanardı. Belə susuz, dilsiz bir məqam idi. Amma o piano arxasına oturanda piano özü də elə bir canlanardı. Ona baxıb həzz alardıq. O qədər canlı çalardı ki, tər bürüyərdi onu. Xanımı da yavaş-yavaş onun tərini silərdi. Bir də yada salım ki, həmin piano nə haqqında danışıram amma. O piano indi Nizami Gəncəvi adına muzeydə saxlanılır və Rafail Hüseynov, siz çox gözəl o güşəni qurmusunuz. Onun üzərində də bir tablo var. O tabloda o pianinoya kimin əlləri, kimin barmaqları toxunub, bütün bəstəkarların şəkilləri var. Çox maraqlı bir güşə alınıb. İbrahim əmi deyəndə mən uşaqlıq xatirələrimdən buzovnanı xatırlayıram. Çox yayda tez-tez buzovnada yığışardıq. İndi də maşınla o ətrafdan keçəndə o bağın adı Akademikin bağı deyirlər. Mustafa bəydən qalmış bağ idi, Akademikdən qalmış bağ idi. Oradan keçəndə elə bil ki, yenə də yolum uşaqlığıma düşür və sonra da başımı çevirib arxaya baxıram. Düzdür, uşaqlıq ən etiraf edək ki, ən xoşbəxt çağlardır insanın həyatında. Mən də xoşbəxtəm ki, mənim elə həyatım olub. İbrahim əminin buzovna bağında bir tüfəngi vardı. Çox xoşu gələrdi, tüfəngi götürərdi, bir yaraşıqlı görünərdi. Həmişə ona papa sataşardı, ay İbrahim, elə bir Koroğlu kimi dayanmışsan. Tüfəngi var idi onun. O tüfənglə bağlı bir xatirəmi danışmaq istəyirəm. Bilirsiniz ki, İbrahim Topçubaşov Ənvər Əlbəylinin nəzərində insanlara həyat verən, həyata qaytaran bir şəxsiyyət idi. O tüfəngini götürdü, keçdilər bağın küncünə. İbrahim əmi başladı bir quş axtarmağa ki, onu ovlasın. O onu ovlayanda o məqam gördüm ki, atamın gözlərində belə qorxu, elə bir qorxu var. Sonra bir fit səsi eşitdik. Demə atam fiti çalıb ki, o quş uçsun getsin, İbrahim Topçubaşov onu vurmasın. Ona bir şeir də yazmışdı. İcazənizlə o şeiri oxumaq istəyərdim. Şeirin adı Sevincdir. Xəstələrə şəfa verən, ümidləri güldürən, cərrah dostum nişan aldı bir quşu. Bu dəm onun əlində idi yazıq quşun ölümü, qurtuluşu. Hər vaxt həyat naminə ölümlərlə vuruşan, pəncələşən bu cərrah qəsd edir bir həyata, bir ölümə əlində odlu silah. Nə qolu titrəyirdi, nə tüfəngi əsirdi, quşu ağ sinəsindən vurmağa tələsirdi. Bu vaxt bərkdən fit çaldım mən. Qanadlandı, uçdu o quş. Çiçəkləndi gözlərimdə, dərə, təpə, dik yoxuş. Sevincimdən uşaq kimi atılıb düşdüm də mən. Axı bugün bir həyatı, bir ömrü qurtarmışdım ölümün pəncəsindən. Sonra hadisə belə poetik bir. İbrahim əmi də deyir ki, yaxşı ki, hələ adımı yazmamısan. Mamam da qayıtdı ki, ay İbrahim, onsuz da hansı bilir ki, cərrah dostum birinci növbədə sənsən. Həmişə tez-tez bunu yada salardılar. Bu da uşaqlığımın ən belə qəribə bir xatirəsidir. Məni düşündürmüşdü bu məqam. Qoşa gəzdi, axşamadan yorulmazdıq, inciməzdi. Tər oldu zahar biz baxardıq, nə bəxtiyardı. Ay dolandı, il dolandı, ötdü zaman, sonbahar qarımızı kəsdi duman. O günləri xatırlaram, xatırlaram.
uşaqlarla xüsusi bir bağlılığı vardı. Məsələn, elə başları qarışsın, deyib, yeyib, içsinlər, çalsınlar, oynasınlar. Yox, o bizə də vaxt sərf eləyərdi. Bizə tenis oynamağı öyrədərdi. Buzovna bağında uzun müddət o stol qalmışdı. Charleston rəqs vardı. O vaxtı çox məşhur bir rəqs idi. Düzürdü bizi sıraya, özü göstərirdi. Biz də Charleston'u oynamağa çalışırdıq. Özü vaxtilə o Charleston'da müsabiqədə birinci yeri tutubmuş gəncliyində. Sonra Charleston'la bağlı başqa bir hadisə yadımdadır. O vaxtı kör bağırsağı əməliyyatı aparılanda böyük yarıqlar olardı. Ən kiçik yarıq İbrahim Topçubaşovun tikdiyi o yarıqlar idi. Özü nədənsə həmin o kiçik yarıqlara da Charleston yarıq deyərdi. Onun adı qalmışdı. Bacım Şəlalə həmişə deyərdi, soruşardı kim deyəndə ki, kör bağırsağımla əməliyyat olmuşam. Deyir, Charleston'dur sənin yarıq. Məhtəl qalardılar ki, nə Charleston? Gözəl bir kitabxanası vardı, geniş kitabxanası vardı. Biz uşaqları necə həvəsləndirirdi. Deyirdi, hansı kitabı istəyirsiniz, götürün, oxuyun. Oxuyandan sonra, onun məzmununu mənə çatdırandan sonra o kitabı bağışlayacağım sənə. Biz də hərəmiz bir kitab götürüb sürətlə oxumağa çalışırdı ki, o kitab bağışlasın. İndi çoxdur dükanda cürbəcür kitablar. Onda elə də çox deyirdi. Maraqlı kitablar o alıb gətirə bilirdi. Ümumiyyətlə sevməyi bacaran insan idi. Elə bil ki, o qış gecələrində ki, bizdə qonaqlıqlar yığışırdılar. Onun o sevincli mövqeyini, həyata sevincli baxışını biz hiss edirdik, biz uşaqlarda. O saat elə bil bizim də əhvalımız yaxşı olurdu. Hərəmizə bir tapşırıq verərdi. Hüsnü Hacıyevdə əsasən yığışardıq, şairlərin binası var orada. Orada yığışardıq, özü piyano çalardı. Atam tarda çalardı. Anam dəftər çalardı. O vaxt həyat yoldaşı Suğra xanım, Qubalı qız həsr olunub, mahnının yəsi o Suğra xanım idi. O da ifa edərdi, gözəl səsi vardı, oxuyardı. Biz də uşaqlar elə bilərdik ki, elə hamının evində yığıncaqlar belə keçir. Sonra yaşa dolanda başa düşdük ki, biz nə xoşbəxt uşaqlıq keçirmişik. Necə olmuşdu bəs Ənvər müəllimlə İbrahim müəllimin bu tanışlığının başlanğıcı, bu ünsiyyətinin, təmaslarının belə yaxınlığının əvvəli? Əvvəli, bilirsiniz ki, atam müharibə iştirakçısıdır. Müharibəni keçib, medalları, ordenləri var. Amma müharibədə o ürək xəstəliyi tapmışdı. Hər şey olur, gənc adamdır, qorxu da olur, təşviş də olur, dostunun ölümü də olur. Bütün bunlar onun o incə ruhuna təsir eləmişdi, eləcə də bədəninə, ürəyinə təsir eləmişdi. Ürəyi çox ağrıyırdı. Onda məsləhət gördülər ki, İbrahim Topçubaşovla görüşsün və ondan o görüşdən dostluq başladı. Sonradakı dostluq elə bir həmkarlığa çevrildi. O sözlə musiqinin rəqsi başladı onların arasında. Çox qəribədir ki, bu dostluq münasibət təkcə dostluq, həmkarlıq çərçivəsinə sığmadı, həm də qohumluğa keçdi. İbrahim Topçubaşovun qızı Simuzər xanım, əziz qardaşım, unudulmaz qardaşım Şahin, rejissor Şahin, onun həyat yoldaşı oldu. Həyatın belə qəribə işləri var. Hesab eləmirsən, çəkmirsən, ölçüb biçmirsən, amma sənə belə gözəl bir məqam qismət olur. Şahdağından əsən külək daçlarını darasın. Səni sevən Qudyal çayı sahilindən arasın. Dilin ana torpağımın meyvəsindən şirindir. Məhəbbətin ürəyimdə deryalardan derindir. Hayatımın çiçeğisən, Qubalı qız Qubalı. Göçəyirsən, Qubalı qız Qubalı. Hayatımın çiçeğisən, Qubalı vətənimin bəzəyirsən, Qubalı, Qubalı.
ürəklə başlamışdı dostluqları, ürək səbəb olmuşdu və sonra ürəklə də davam elədi də. Rafail müəllim, ikisi də amma elə ürəkdən getdi bu dünyada. Çox qəribə işləri var. Zavallılar ikisi də çox cavan gediblər. Çox cavan getdilər, bəli. Heç birinə evlad toyu görmədi. O kitabxanasını deyirdi ki, sən instruktoranda mən sənə bax bu hissəsini bağışlayacağam. Qismət olmadı. Belə adi şeylər də, belə arzular da heç birinə qismət olmadı. Atam yadımdadır, bütün qohum qardaşın toylarında gözəl sözlər deyərdi, toyu aparardı belə. Amma özü İndi başa düşürəm ki, niyə belə həvəslə, elə belə hiss edirdi ki, özü bunları görməyəcək, özünə qismət olmayacaq. İbrahim əmi də hər şey üçün tələsirdi. Elə bilirdi ki, həyatı qısadır, çox tələsirdi. Bax, zəng elib, Ənvər, sabah budur. Ənvər, həftənin axırı budur. Bax, belə, elə bil tələsik. Birgə mahnılarından da danışaq da, onların o dostluğunun, qardaşlığının bir başqa tərəfi də birgə yaratdıqları mahnılardır. Ki onlar da yadigar qalır və onların birgəliyin, dostluğun o da göstərir. Mahnılar var ki, siz düz deyirsiniz. Bax, belə insan həyatı kimi doğulur, yaşayır. O qədər sevilən mahnılar var ki, onların taleyi bilirsiniz nədir? Xalq mahnısına sonra çevrilir. Elə söz olmasaydı mahnısı kimi, dağlarda duman gözəldir, qaşları kaman gözəldir, üstündən heç bir söz olmaz, sözlərin yaman gözəldir. İndi bu mahnını bəzən görürəm ki, xalq mahnısı kimi elan edirlər. Amma musiqisi Topçubaşovun, sözləri isə Ənvər Əlibəylinindir. Çox müğənnilər bunu ifa eləyib. Əgər tutub onların saysaq, uzun olacaq doğrudan da. İndi də bu mahnı hər yerdə səslənir. Elə bil xalq məclisi yoxdur ki, orada bu mahnı səslənməsin. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Sözünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Sözünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz başdan. Alıbdır ağlımı başdan, keçmək olmaz bu göz başdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya. O piyanino ki yadigardır qalıb və ora çox əllər toxunub da və evin içərisində o dövrün də belə xüsusiyyəti bu idi ki, ümumiyyətlə insanların musiqiyə meyli daha çox idi. Və evin içərisində də bu var və həm də çox gözəldir axı, bu sıradan olan bir şey, alət deyil, çox gözəl bir alətdir. Və təbii ki, İbrahim bu evin içərisində özün bu evin sahibi kimi hiss edirmiş. Təbii ki, gələn kimi yəqin keçirmiş dərhal piyaninonun arxasına da. Mütləq əlini yuyardı. Bax, əlini yuyub, bilirdi ki, piyan arxasına. Kənardan baxa elə bilər ki, mizin arxasına keçəcək, yiyib içmək məclisi. Amma o, əlini yuyub, o dəqiqə piyan arxasına keçərdi. O həkimlikdən gələn vərdişdir. Həkimlikdən gələn vərdişdir. Biz uşaqlar da ondan öyrənmişdik. Mütləq əlimizi yuyub sonra, məsələn, bağa gedərdik, neynəyərdik. Ümumiyyətlə, doğrudan yaraşıqlı insan idi. Hər kiçicik bir şeydən də həzz almağı bacarırdı. İndi o popkorn deyirlər, uşaqlar o qarğıdalıdan olan, indi hazır satılır. Onda elə deyildi bizim vaxtımızda. Xüsusi qarğıdalılar vardı, gətirirlər bizonada olanda ora həyətə bağa. Rafail müəllim, siz görəydiniz bu iki kişi, İbrahim Topçubaşov və Ənvər Əlibəyli oturub bu qarğıdalını belə ləzzətlə xırdalayırdılar. Xırdalayandan sonra bizi çağırardılar. Gəlin uşaqlar, gəlin. İri tava var idi. O tavanı qoyub qızdırardılar. Sonra bu dənələri ora atardılar. Bu dənələr part-part eləyib belə açılınca bunlar bizdən çox onlar sevinərdi. Ay Ənvər, görürsəm, sən buna bir bax, sən buna bir bax. Papa da sataşar deyir, lap pambığı atmışsan ora qorumaq istəyirsən. Yəqin ki, pambığa oxşadığına görə onlar. Hə, bax belə sevinç ala bilir. Ümumiyyətlə mənə elə gəlir ki, o vaxtlar olan bu insanlar sevinci ürəkdən ala bilərdilər, keçirə bilirdilər. İndi elə biraz soymuşuq. 6-cı, 7-ci sinifdə oxuyardım.
bizə inşa tapşırdılar yazmağa, sevdiyiniz insanlar və başa saldılar ki, ailə üzvləri yox, ailədən kənar, sənətkarlar ola bilər, kim istəyirsiniz, 3 nəfər. Yadımdadır ki, mən yazmışdım Nizami Gəncəvi, Yuri Gagarin və İbrahim Topçubaşov. Hərəsinə də bir səhifə ancaq demişdilər ki, ithaf eləmək olar da, 3 səhifəlik olmalıdır. Nədənsə İbrahim Topçubaşov haqqında olan bir səhifə yarım kimi daha çoxmuşdu. Müəllimə də məndən soruşdu, çox yaxşı ədəbiyyat müəlliməmiz vardı, Ramizə İsmailova. Soruşdu ki, ay Şəfəq, bir səhifə Nizami, bir səhifə Yuri Gagarin, İbrahim Topçubaşov niyə bir səhifə yarım? Deyirəm ki, çünki deyirəm, bunları görməmişəm. Ancaq İbrahim əmini görmüşəm. Ona görə adam gördüyündən çox yaza bilir, bildiyindən ondan az yaza bilir. Ramizə xanım həmişə bunu misal göstərərdi başqa siniflərdə. Təbii ki, bu uşaqların arasında da ki, dostluq istər-istəməz var idi da. Necə ki, atamla İbrahim əmi dostu idi, mehriban idilər. O mehribanlıq elə bizə də keçdi, onların evladlarına. Biz, mən, Şahin, Şəlalə, İbrahimin evladları, bax, indi də biz bir yer, gəlinimiz Topçubaşov öz yerində, Təngizi Allah rəhmət eləsin, Şahin Allah rəhmət eləsin, İbrahim əminin böyük oğlu Ceyhun Topçubaşov, sonra Laləndar xanım, böyük qızı Laləndar xanım, ortancıl qızı Rəna xanım, bütün kimin adını çəkirəm, biz indi də bir-biri ilə xoş münasibətdəyik. Elə məqamlar olur ki, görüşə də bilirik, bir-birinə diqqət yetiririk. Çətin məqamlar hamının həyatında olur, məsələn, əsas səhhəti ilə bağlı. Əlbəttə, onda Ceyhun başımızın üstündədir. Ceyhun Topçubaşov heç vaxt məsləhətini, köməyini bizdən əsirgəmir. Laləndar xanım çox mədəni qızdır. Onun anası da məncə bu muzeydə işləyib. Əlaqə saxlayırıq. Ən şirini də odur ki, İbrahim Topçubaşovun adını daşıyan onun nəvəsi İndi İbrahim Topçubaşovla da, onunla da çox böyük dostluğumuz var. Güneş battı, üfüqlərə çəkildi. Güneşlə bir köç elədi səsəmi. Yenə gözüm uzaqlara tüküldü. Nə olub ki, görən niyə o gəlmir? Dənizdə sevindi, çayda sevirdi. Bulaqlar duruldu, mən durmadım. Güneşdə yoruldu, ayda yoruldu. Bu yollar yoruldu, mən yorulmadım. Güneşdə yoruldu, ayda yoruldu. Bu yollar yoruldu, mən yorulmadım. Növbəti həmsöhbətimiz İbrahim Topçubaşovun yadigarı qızı Simuzər xanımdır. Simuzər xanım, siz ailə həyatı qurandan sonra soyadınızı dəyişməmsiniz də, elə əvvəlki soyad. Bəli, soyadımı dəyişməmişəm. Topçubaşova gedirəm. Vaxtı ilə mən bu Milli Məclisdə bir qanun layihəsi hazırlayırdım adlar və soyadlar haqqında. Orada bir ayrıca maddə də salmışdım ki, ikili soyadlar götürmək ənənəsi olsun. Və çox yaxşı ki, bu siz soyadı saxlamışsınız, çünki bu Azərbaycanın tarixində qalan çox vacib bir familiyadır. Ona görə mən istəyirəm elə söhbətimizi buradan familiyadan başlayaq. Sizin özünüzün bildiyiniz dərəcədə bu nəsliniz haqqında, bu soyadın dünəni haqqında, tarixin müəyyən dönəmində bu soyadla bağlı münasibətlərdə fərqli yanaşmalar da olub axı. Məsələn, sizin nəsildən olanlardan bilirəm ki, deyiblər ki, Əlmərdən bəy Topçubaşovgil ayrı bir Topçubaşovlardır, biz ayrı. Çünki onlar ki, olmuş Əlmərdən bəy ki, Azərbaycan parlamentinin məclisi məbusanın rəhbəri və şura hökumətinin
cəmiyyətinin gözündə xalq düşməni idi. Ona görə bu şeyləri başa düşmək olar da o dövrün siyasəti falan. Amma bir nəsildir. Eyni nəsildir, eyni xəttdir. Qolları ayrıdır. Biri Gürcüstan'a gedir bir tərəfi, bir tərəfi də Bakıya. Soyad Mustafa Bey'dən gəlir. Ondan əvvəlcədən də atası olub, əmsi olub, soy oradan gəlib. İndi bugünkü günə gəlmişik biz. Neçə qardaş olublar? Onlar 3 qardaş olublar. Biri fizik olub, öbürsü də Məhəmməd Topçubaşov. Biri də ki İsmail Topçubaşov. Ancaq bu babam tərəf, o hələ cavanlıqdan bilirdi ki, o işlə məşğul olacaq, həkim olacaq. Hansı yaşca daha əvvəl idi? Babam, ən böyüsü babam idi. Mustafa Bey. Sonra onlar da sağ deyirlər, rəhmətə gediblər ikisi də. Niyə Mustafa Bey demədən də məlum idi ki, bu həkim olacaq? Ona görə ki, o hələ cavanlıqdan elə bilirdi. Bilirsiniz, o müharibə vaxtı necə həkimlik ki, lazım olurdu. Onu fikirləşirdi ki, mən gərək həkim olam, kömək olam. Harada təhsil almışdı? Kiyev Universitetini qutarıb, sonra oranı qutarandan sonra gəlib bura Bakıya. Bakıda işləyib, sanitarlıqdan başlayıb, professora qədər. Böyle hospitallarda işləyib, cərrah olub, bütün əlindən nə gəlirdi ki, hər şeyi eləyirdi, köməklik eləyirdi. Bu təbabət belə şeydir, xüsusən cərrahlıq belə şeydir. Burada indi sən oxumaqla, bilməklə çox şeyə nail olmaq olur. Amma Allahın verdiyi ayrı bir fitri istedad da var da. Bu musiqiçi kimi, rəssam kimi, şairlik kimi bir burada ilham da lazımdır. Mütləq. Düzdür. Necə ki mənim atam uşaqlıqdan ona da keçib o. Mişqası var idi. Mişqanı kəsirdi, tökürdü, tikirdi onu. O vaxtdan bilinirdi ki, o kim olacaq və belə. Musiqi də ki 5 yaşından atam musiqiyə veriblər. Nənəm rəssam olub. İndi babam da ki bilirsiniz də. Nənəniz kim idi? Adı nə idi? Reyhan xanım Topçubaşova. O da babasına, atasına adını qoyub da mənim atam İbrahim qızı idi. Ona görə o da gözəl musiqiçi olub, gözəl fortepianoda ifa edib. İndi atam da ki 5 yaşından musiqiyə veriblər, gözəl çalırdı. Atanız gil neçə uşaq olub? Atam 2 bacı, əkiz bacıdılar. Bir də atam Zemfira Elmira. Zemfira xanım da həkim olub, ginekoloq olub, baş ginekoloq olub. Elmira xanım da ki konservatoriyada fortepiano dərsi deyirdi. İndi bu mənim üçün maraqlıdır. Bu sizin nəsildə görür ki, bu cərrahlıq məlum oldu, həkimlik tərəfi məlum oldu. Bu musiqi istedadı daha əvvəllərdə də olubmu sizin nəsildə kimdəsə belə bu bədii istedad, sənət sahəsində belə? Çünki bu da qanla. Nənəmdən keçib o, çox gözəl fortepiano çalırdı. Sonra da ki mənim bacım Topçubaşova, Laləndər Topçubaşova, o da konservatoriyada dərs deyirdi, musiqi müəllimi. O elə nənəm tərəfdən gəlir. Musiqiyə sevgi. Atama gəlir musiqi sevgi. O həm bir şey bilirsiniz də, həm bəstəkar olub, həm cərrah olub da. Xəzərin şan, Xəzərin sahili gülşən, Xəzərin suların ayna tək aydın, nə gözəlsən Xəzərin. Suların ayna tək aydın, nə gözəlsən Xəzərin. Xəzərim öz Xəzərimsən, mənim gül göz Xəzərimsən. Xəzərim öz Xəzərimsən, mənim gül göz Xəzərimsən. Hər dalğa
Babanızı yad elədiniz. Mənim dostlarımdan bir neçəsi təbabətlə məşğuldur, tibbi institutunu bitiriblər. Onlardan bəzilərinə də Mustafa bəy dərs deyib. Onun o cərrahlığı öz yerində, həkimliyi öz yerində bir aurası olmalıdır. Varlığı ilə, şəxsiyyəti ilə müalicə eləyə bilməlidir. Bu keyfiyyətlərdə olub Mustafa bəydə, amma başqa bir şey. Deyir, indi bizdən imtahan götürürdü. Deyir, gəlir, indi bunun adı sanı var filan. Biz də həyəcanlanırıq. Başlayırdı ki, yoxdum sən, narahat olma, niyə həyəcanlanırsan? Sən o təzə şeyləri bilirsən, mən o köhnə şeyləri bilirəm. Biz həmkarıq da səndən. Deyib, elə bir şərait yaradırdı ki, sən artıq daha rahat... Çox sakit adam idi. Belə bir qışqırsın, eləsin, yox, hər şey nə lazımdır başa salmağı sakit-sakit başa salırdı. Bizdə atam da belə idi də. Onun o məruzələri var idi, o klinikada. İnanırsınız, anşlaq idi. Uşaqlardan sual verirdi ki, sən nə deyərsən, sən necə bunu diaqnoz qoyardın, eləyərdin. Siz bax, belə bir mühit. Atamın aspirantları çox idi o vaxt. İnanırsınız, çoxsu da rayondan gəlmirlər. Şimdi kasıbdılar, ailələrin adını gətirirdilər. Bizim bir evimiz var idi. Bəmbər Qəmbərov adında onun aspirantı var idi. Evi yox idi, yataqxanada qalırdı. Atam öz bizim evimizi ona verdi ki, 2 uşağı var idi, orada yataqxanada narahatçılıq var idi. Geldi bizim evimizde neçə illərdir orada yaşadı. Orada dissertasiyasında yazdı. Çok ömür boyu atama minnətdarıydı. Mustafa bəyin nəvəsi olmağın, İbrahim Tokçubaşovun qızı olmağın, sizin ailənin digər üzvləri, hansısa onların qabağında qapılarını açmasın, sizə hansısa xüsusi diqqətin göstərilməsini, hörmətin göstərilməsini istəyirəmsizmi? Əlbəttə ki, əlbəttə ki. Mən özüm tibb universitetini qutarmışam. 7 il oxuyub oradan uşaq həkimi işləmişəm. Orada oxuyanda, təhsil aldığınız vaxtlarda familiyanızı deyirlər də, o saat bilinir ki, bu kimdir. Münasibət necə idi? Çox gözəl, çox gözəl. Elə müəllimlər var idi ki, mənim babamın vaxtında onun tələbələri olub. O vaxt indi çox hörmət eləyirdilər. Biz özümüz oxuyurduq. Ancaq ki, belə hörmətdə ayrıcı eləyirdilər. Qardaşım oranını qutarmışdı, Dəngiz Topçubaşov, rəhmətə getdi. O da elə hörmətlə həmişə müəllimlər danışırdılar, imtahan zad verəndə, eləyəndə deyirdilər ki, siz filan kəsin nəvəsisiz, siz belə olmalısınız. Nəsihət verirdilər. Kalbi çiçeklerden güllerden emin. Kalbi çiçeklerden güllerden emin. Bize sırdar olan mehriban ekim. Bize sırdar olan mehriban ekim. Yanına gel. Nereye olsan derdimi yanına gel, nereye olsan derdimi üzülsen her derde benden anlayacağım. Eller doğmam deyip sana ömrüm baharını baktım yan koru hürrem can hekim mehriban can hekim can hekim can hekim can hekim can hekim can hekim.
Sizin evdə demək ki, mühit elə idi ki, istər-istəməz sizi də artıq o musiqiyə, sənətə baxmayaraq ki, təbabətə üst tutmuşdunuz hamınız, amma elə atanız kimi siz də təbii ki, bağlanmışdınız da bu və elə ailələrlə oturub dururdunuz ki, orada da ədəbiyyat, mədəniyyət üst qatdaydı. Mən istəyirəm o dövrdən danışasınız. Hansı ailələrlə daha yaxın idiniz, hara gedib gəlirdiniz, o ailələrin içərisində hansı söhbətlər olurdu? Yəni bu sənət istiqamətində, o birisi bir Allah bəndə söhbəti. Özüm Bülbül adına məktəbi qurtarmışam, musiqi məktəbini. 11 il orada fortepiano dərsini keçmişəm. Kim idi müəlliminiz? Korş, bir dənə Svetlana Korş idi, o idi mənim müəllimim. Sonra ancaq elə oldu ki, mən o sahəyə getmədim. Bilirsiniz, o dövrdə istər Bülbül məktəbində, istər Asaf Zeynalov məktəbində, istər konservatoriyada, indiki musiqi akademiyasında. İndi adlar sadalananda görürsən, bunların heç bir adi adamlar deyil. Məsələn, Şaroyev nəhəng bir adam idi. O adı məsələn dərs deyirdi, sıradan olan bir müəllimlərdən biri kimi. Amma bunların hamısı canlı klassiklər idilər. Kökəb xanım Səfərəliyeva o vaxt işləyirdi. Məndən də dərs keçirdi. Mənim bacımın da müəllimi olub. Çox gözəl müəllim olub. Atanız hansı musiqi alətlərində çala bilirdi? Atam fortepianoda gözəl çalırdı. Ona görə ki, məktəb qurtarmışdı. O gün festivallara gedirdi, orada medallar alırdı çalmaq üzrə. Atam mənim hər tərəfli çox gözəl bir insan idi. Dansa gedirdi. Onun gözəl bir medali də var, o vaxt eləmişdi. Gözəl şahmat oynayırdı, gözəl şarkı oynayırdı. Qarmon çalırdı, çox gözəl. O bizim yayda, bağda yığışırdıq, hamımız gezirdik. Ənvər müəllim, onların ailəsi. Bağ hardaydı? Biz onladaydı. Elə həftə olmurdu ki, biz yığışaq gedib otura. Niyazi idi. Sonra Tofiq Əhmədov çox yaxın idi atamdan. Hamımız yığışırdıq orada. Papa çalırdı, Ənvər dəftər çalırdı. Hamımız da oxuyurduq. Çox gözəl vaxtlar idi. Özünün bəstələdiyi mahnılar içərisində, oxunan mahnılar içərisində ürəyinə hansı daha çox yatırdı? Vallahi o sualı ona verəndə o həmişə deyirdi ki, onlar bu mahnılar mənim balalarımdır. Hansı balamı ondan az istəyim. Hamısını istəyirəmdir, hamısından və həzz alırdı. İndi onu deyim sizə, əməliyyatları da musiqi altında eləyirdi. O vaxt birinci o olub. Gəlirdi xəstələrlə, söhbət eləyirdi, soruşurdu dərdini, sərini, nəyi, hansı musiqinə xoşları gəlir, eşitmək istəyərlərmi. İndi onu da, onlar da indi söhbətdə arası deyirlər də, hansı musiqi istəyirlər, xalq musiqini ya simfonik musiqinə məruzəsi də var idi bu haqda musiqi altında əməliyyat keçirmək. O dövrdə bu bəstəkarlar ittifaqı çox ciddi bir təşkilat idi. Ora üzv qəbul olunmaq sadə bir məsələ deyildi. Tutalım ki, Ələkbər Tağıyev həvəskar bəstəkar idi və çoxlu mahnıları vardı və deyim ki, o mahnıların içərisində bir çox peşəkar bəstəkarların həsəd apara biləcəyi qədər gözəl mahnılar, amma onu yaxın buraxmırdılar. Ben Qara Qarayev demişdi, olmaz bura, bu profesional təşkilatdır, burada ali musiqi təhsili olmalıdır falan. Heç İbrahim Topçubaşovun ürəyindən keçməmişdi ki, məsələn, bəstəkarlar ittifaqına üzv olmaq? Xeyr, keçmirdi. O sualı ona verəndə ki, atamdan soruşanda ki, sən bəstəkarsan ya cərrahsan. Onu deyirdi ki, mən həvəskar bəstəkaram, cərrah kimi peşəkaram. Həvəskar bəstəkar ola bilər. Ancaq ki, həvəskar cərrah ola bilməz. Biz elə uşaqlıqdan bir olmuşuq. Demək olar ki, hər yerə bir yerdə gedirdi, gelirdi. Şalalə də gözəl çalırdı. Elə o da bizim qonaqlığımızda otururdu, çalırdı, eləyirdi. Şahin də ki, nə bilim, qismət elə oldu ki, biz birləşdik, ailə qurduq. Şahin də atası kimi çox zarafatçıl idi, çox ağıllı idi. Onun telestudiyada işləyirdi, rejissor işləyirdi. Onun da neyse, indi irsidir də, ürəyindən 43 yaşı var idi, rəhmətə getdi. Mənim qızım təzə instituta girmişdi, oğlum elə 9-cu sınıfda oxuyurdu. Əlbəylilər ailəsi ilə Topçubaşovlar ailəsinin münasibətləri
əvvəllər necə etsəydi, bugün də o cür davam eləməkdədir. Əlbəttə ki, biz bir yerdəyik. Şəfəqdir, biz heç, mənə elə gəlir ki, onlar heç məni gəlini kimi saymırlar, elə bacı kimi. Mən də onlardan da valqız sayıram, elə bacıdılar onlar da mənim. Gəlirik, gedirik, dərdimiz bir, sərimiz bir, necə demək, var belə. Güneş doğdu, çöller nura boyandılar. Körpe kuşlar yuvasından boylandılar. Güneş doğdu, çöller nura boyandılar. Körpe kuşlar yuvasından boylandılar. Senle yatan kız gelinler oyandılar. Oyan yarım oyan. Sensiz doğma elde garibem elə bil. Sensiz geçen bu günlerim günler değil. Sensiz doğma elde garibem elə bil. Sensiz geçen bu günlerim günler değil. Oyanmasan seherimde seher değil. Aman yarım oyan. Oyan mehriban gel oyan. Yuxudan sen oyan. Baharım çemenim çiçeğim göçeğim gel oyan. Yuxudan sen oyan. O güclü adam idi. Nə qədər xəstəni ölümün pəncəsindən qopara bilmişdi. O xeyirxah insan idi. Nə qədər insana əlindən gələn köməyi göstərmişdi. O şəfqətli bir insan idi. Könlündən qopan gözəllikləri səxavətlə hamıya bağışlayardı. O bu sözün bütün mənalarında ürəyi məhəbbətlə, həyat eşqi ilə dolu bir varlıqdı. Ancaq 1970-ci ilin 23 fevralı idi. 45 yaşı vardı və bu ürək adamının ürəyi artıq sözünə baxmaq istəmirdi. Uzanmışdı yataqda və bu güclü insan görkəmli bir həkim idi. Müqəddəratını hər kəsdən daha dəqiq duyurdu və sonun lap yaxında, dəqiqələrcə yaxında, ürəyinin döyüntülərinin həmin anacan olacaq miqdarını sayacaq qədər yaxında olduğunu naçar bir acı ilə duyurdu. Hələ sınaqlı həyat yolları qarşıda olan, hələ illərcə onun qayğılarına çox ehtiyacı olacaq balalarının onsuz yaşamalı olacağı illərin, ürəyindəcə qalası, ömür verməyə macal tapmadığı, özü ilə aparmalı olacağı nəğmələrinin qarşısında özünü bu gözlənilməz, bu erkən gedişə görə günahkar sayırdı. Və yaşadığı bu son həsrətli duyğu iki damlaya çevrilərək yanaqlarından axdı. Yanında oturmuş qızı onun son göz yaşlarını sildi. Gəlişinlə bir səadət verirsən mənə. Elə bil ki, dilə gəlir sinəmdə ürək. Pıçıltıyla asta-asta söyləyir mənə. Gözlərimdə günəş kimi yüksəlməsəydin, eşqimizin ilk baharı vaxtsız sönərdi. Əgər bugün bu görüşə sən gəlməsəydin, yer üzündə bir səadət vaxtsız solardı. Bu misraları İbrahim Topçubaşovun şair dostu Ənvər Əlibəyli yazmışdı və İbrahim də həmin misraları nəğmələşdirmişdi. Bir vaxtlar tam ayrı münasibətlə söylənmiş həmin sətirlər sanki indi həm Ənvər Əlibəylinin, həm də İbrahim Topçubaşovun özünə aidmiş kimi səslənir.
Hamını apara bildiğinden çok güclü kimi görünen ölüm əslində əbədi olan dəyərlər qarşısında gücsüzdür, acizdir. Çünkü ondan kat kuvvetli olan sevinci, saadeti, ümidi, arzunu, sənəti yenə bilmir. Yenə bilsəydi, aparmağı bacarsaydı, bu şiirdə, bu mahnı da diri olmazdı. Ama diridir axı, bizimlədir axı və əlbəttə ki, bu gözəlliyi yaratmış Ənvər Əlibəyli də, İbrahim Topçubaşov da canlıdırlar, bizimlədirlər və sabahlarda da mütləq bizimlə olacaqlar. Güneş dağlar arkasına çəkilib artıq, yenə parlaq ulduzlarla dolu yekkaşar. Sevinç dolu gözlerimde bir nigar alır, burada durup gözləyirəm səni bəyaqda. Burada məni hər gələn səs, hər düşən kölgə, diksindirir ürəyimi, salır təşvişə. Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə mən vaxtından tez gəlmişəm bugün görüşmə. Sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə mən vaxtından tez gəlmişəm bugün görüşmə. Yox, budur sən gəlirsən gülümsəyərək, gəlişinlə bir saadət verirsən mənə. Elə bil ki dilə gəlir sinəmdə ürək, qıçıltı ilə asta-asta söyləyir sənə. Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz cərrah və bəstəkar İbrahim Topçubaşovun xatirəsinə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb.